Sən elə bilirsən o ədalət qızı deyirəm. Çox xoşbəxtdir. Yox. Bilirsən Gülarə, bir çox qadınlar, qızlar əslində çox tənhadılar. Amma belə bayram günlərində başqalarının yanında pərt olmamaq üçün özlərinə gül alırlar, hədiyyələr alırlar, çəkib onu storydə paylaşırlar, Instagramda, WhatsAppda. Güya tənha deyirlər. Bax, ədalət də bu ədalətsiz dünyanın tənha qadınlarından biridir. Tənha qadın susma danış, tənha qadın susma danış, ömür yolun mənə tanış. Tənha qadın susma, 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 susma danış, tənha qadının dərdi öldürdü məni. Mən səni belə ürəyi yumşaq bilməzdim. Bilirdim ki, sən çox mərhəmətlisən, amma bu qədər yox. Sən ki, bu hər bayramı fikirləşirsən ki, bu tənha qadınlar gülsüz, çiçəksiz, qayğısız, diqqətsizdirlər. Sən özünü yetirdin onlara. Kimsə fikirləşməlidir. Sən fikirləşmə, mən fikirləşməyim bəs. Amma sənin ki, bu ürəyin var, halal olsun. Sən çox mərhəmətli adamsan, iki adamsan, belə davam elə. Ağır yüklərdir Gülarə. Xoşbəxt. Sən elə bilirsən ki, məni çağırdın bura, o hekayəni danışdın. Mən də daş ürəkli biri olaraq bunu başa düşmədim. Başa düşdüm. Mənim ürəyim gələr, o qız bu bayramda hədiyyəsiz qalsın, diqqətsiz qalsın. Üzünü çevir o tərəfə. Allah bu pulu ədaləti hədiyyəsiz qoyma. Sən qəlbin, mən səhv eləməmişəm Gülarə. Sən olan sevgimdə mən səhv eləməmişəm. Sən mənim tanıdığım ən mərhəmətli kişisən. Mən ya çox inandırıcı danışıram, ya da bunun əməlli başlı başı çatmır. Bu qədər illər ərzində tutanmadığım da hansıdır?